Hello, salam. Necəsiniz? Sizə bir hikayə danışacağım. Xarici ölkədə olmuş bir hikayəni danışacağım. Ölüm döşəyində 5 insana eyni sualı veriblər. Ölüm döşəyindəki 5 insana peşmanlığınız nədir deyə sual veriblər. 5 nəfəri 5-i də cavabı bu olub. Kaş başqalarının məndə istədiyi həyatı yaşamaq yerinə özüm istədiyim həyatı yaşasaydım cavabı veriblər. Yəni siz olun, başqaları üçün yaşamayın. Xəyalınızı gerçəkləşdirin. Xəyallarınızı ertələməyin. Başqaları üçün yaşamayın. İnşallah hikayəmi bəyənmiş olarsınız. Videomu bəyənməyi, kanalıma abunə olmayı, videomu paylaşmayı unutmayın. Özünüzə yaxşı baxın. Bye bye.